Aleyküm əziz abituriyentlər. Bugün Osmanlı dövlətinin yaranması və 15-16-cı əsrləri əhatə edən dövrə haqqında ətraflı məlumat verəcəyik. Bildiyiniz kimi Osmanlı dövləti Səlcuqlar kimi Oğuz Türk tayfalarından yaranmışdı. Lakin Səlcuqlar dedik ki, Oğuz Türk tayfalarının qınıq boyuna mənsub idi Səlcuq bəy. Oğuzlar isə Oğuz Türk tayfalarının qayı boyuna mənsub olmuşdular. 1071-ci ilin avqustun 26-sında Səlcuqlarla Bizans arasında, daha dəqiq desək, Sultan Alparslanla Bizans imperatoru Roman Diogen, Türklər buna Diogen də deyilir. Onlar arasında 1071-ci ilin avqustun 26-sında baş verən Malazgirt döyüşü nəticəsində bildiyimiz kimi Səlcuqlar qələbə qazandı. Və bu qələbə nəticəsində Anadolunun böyük bir hissəsi həmişəlik Türk torpaqlarına çevrildi. Məhz bu səbəbdən artıq Anadolunun böyük hissəsi Türk torpaqlarına çevrildikdən sonra Mərkəzi Asiyadan, Azərbaycandan Oğuz Türk tayfalarının Anadoluda yerləşmə prosesi tədricən sürətlənməyə başladı. Bu tayfalardan biri də Oğuz Türklərinin Qayı soyuna mənsub olan tayfalar idi. Qayılara Süleyman Şah başçılıq edirdi. Onlar hələ Anadolu Səlcuq Sultanlığı, Böyük Səlcuq İmperiyası yox. Böyük Səlcuq İmperiyası bildiyimiz kimi 157-ci ildə süquta uğrandıqdan sonra onun yerinə Anadolu Səlcuq Sultanlığı, İraq Səlcuq Sultanlığı, Suriya, Azərbaycanda Atabəy Şəmsəddin Eldənizin yaratdığı Eldənizlər dövləti yaranmışdı. Onlardan biri də Kiçik Asiyada da olan Anadolu Səlcuqlu Sultanlığı. Buna Rum Səlcuqlu Sultanlığı da deyirlər. Məhz həmən Oğuz tayfaları Anadolu Səlcuqlu Sultanlığının vasitəsilə Bizansla sərhəddə yerləşdilər və Bizansa qarşı mübarizə aparmağa başladılar. Süleyman Şah əsasən Oğuz tayfalarının, yəni başçılıq etdiyi Qayı tayfalarını Hələb istiqamətində Cabir qala ətrafında yerləşdirdi. Lakin o Fərəd çayını keçərkən atdan yıxılaraq çayda boğuldu. Bundan sonra isə Qayıların başına Ertuğrul bəy gəldi. Ertuğrul bəy Anadolu Səlcuq Sultanlığı ilə əlaqə saxladı və Bizansla sərhəddə yerləşdirildi. Anadolu Səlcuq Sultanlığı Doministağı və Ermənini ona yaylaq, Söyüdü isə qışlaq kimi vermişdi. Və Söyüd bundan sonra əsasən Qayıların mərkəzi olmuşdu. Söyüd demək Qayıların qışlağı olmaqla yanaşı əsas siyasi mərkəzlərindən də birinə çevrilmişdi. Daha dəqiq desək, biri əsas siyasi mərkəzi idi. Ertuğrul bəyin vəfatından sonra Qayıların başına Osman bəy gəldi. Osman bəy Qayıların başına gəldikdən sonra əsasən Bizans tekfurları ilə dostluq münasibətləri saxlamağa çalışsalar da Bizanslar Türklərin heç cürə bu ərazidə yerlənməsinə və yerləşməsinə razı qalmırdı, narazı idi. Bu səbəbə görə də artıq Bizansla Qayılar arasında toqquşmalar baş verirdi. Ertuğrul bəyin vəfatından sonra Qayıların başına Osman bəy keçdi. Osman bəyin dövründə Bizansla dostluq münasibətləri yəni dövrdə Bizans tekfurlarla dostluq münasibətləri yaratmağa çalışsalar da Bizans heç cürə Türkləri Anadoluda təsəvvür edə bilmirdi. Məhz buna görə Qayılarla Bizanslar arasında toqquşmalar baş verdi. Bu dövrdə də olan dediyimiz kimi Rum Anadolu Səlcuqluğu, daha dəqiq desə onun sultanı Aladdin Keykubat, yəni Rum Anadolu Səlcuqluğunun sultanı Aladdin Keykubat Osman bəyə hərbi yardım göstərir. Baxmayaraq ki, o sonradan şəhərə, yəni Tatarların hücum etməsi səbəbilə geri dönməyə səbəb olsa da bütün hərbi bazasını, hərbi ordusunun əksəriyyətini Osman bəyin ixtiyarına vermişdi. Və Osman bəy Anadolu Səlcuq Sultanı Aladdin Keykubadın köməyi ilə Qaraca Hisar və digər tekfur qalalarını fəth edir. 1302-ci ildə isə Osman bəy bəyliyini dövlət elan edir. Belə ki, Osman bəyin bəyliyini dövlət elan edilməsi və müstəqil əsaslarla idarə etməsini 14-cü əsrin əvvəllərində Osmanlıların fəth etdiyi qalalarda öz adına, Anadolu Səlcuq Sultanları adına deyil, öz adına xütbə oxutdurması bunu əyani şəkildə sübut edir ki, 1302-ci ildən etibarən
Osman bəy qayıları, yəni bəyliyini müstəqil dövlət kimi idarə etmişdi. Dövlət də onun adı ilə Osmanlı dövləti adlandırılmışdı. Deməli, Osmanlı dövlətinin əsası 1302-ci ildə qoyulmuşdu. Onun əsasını qoyan isə Osman bəy olmuşdu. Burada diqqət etməli olan məqamlar var. Süleyman Şah qayıların başçısı olmuşdu. Süleyman Şah'tan sonra Ertuğrul qayıların bəyi oldu. Ertuğrul bəydən sonra isə Osman bəy oldu. Osman bəy həm qayıların bəyi və 1302-ci ildən etibarən isə dövlət yaratdıqdan sonra dövlətin bəyi olmuşdu. Və Osman bəy heç bir zaman sultan titulu qəbul etməmişdi. 1302-ci ildən Osman bəyin hakimiyyət illəri 1302-1326-cı illəri əhatə edir. Osman bəy əsasən idarəçiliyi dövründə xristian və sənətkarlara göstərdiyi xoş rəğbət sayəsində onun ailə arasında nüfuzu artmışdı. Eyni zamanda 1302-ci ildən etibarən hətta dövlət yarandıqdan sonra Birləşmiş Bizans feodal birliklərini, yəni biz o dövrdə onlara tekfurlar deyirlər türklər, həmin o tekfurlar birliyini dəfələrlə məğlub etmişdi və Bursa şəhərini mühasirəyə aldı. Lakin Bursa şəhərinin tutulması ərəfəsində, elə 1326-cı ildə Bursa şəhərinin tutulması ərəfəsində vəfat etdi. Bir şey də bilək ki, Osman bəyin dövründə də yaranan Osmanlı dövlətinin 1302-ci ildə Osmanlı dövləti yarandı. Onun da ilk mərkəzi, paytaxtı Söyüd şəhəri olmuşdu. Yəni Osmanlı dövlətinin ilk paytaxtı Söyüd şəhəri olmuşdu. 1302-dən 1329-ca qədər. Yəni Söyüd şəhəri paytaxt olmuşdu. 1302-dən 1329-cu ilə qədər. Osman Qazidən sonra hakimiyyətə onun oğlu Orxan Qazi gəldi. Orxan Qazinin hakimiyyət illəri 1326-1362-ci illəri əhatə edir. Məhz Orxan Qazi 1326-cı ildə Bursa şəhərini fəth etdi. Paytaxtı Söyüddən Bursa şəhərinə köçürtdü 1329-cu ildə. Eyni zamanda atasının vəsiyyətinə uyğun olaraq atası Osman bəyi Bursanın qalaları ətrafında, yəni qalaları önündə dəfn etmiş oldu. 1329-cu ildə baş verən Mal Təpə döyüşündə Osmanlı oxçuları Bizansı döyüş başlamadan demək olar ki, döyüşün taleyini Osmanlı oxçuları həll etdi. Və bundan sonra Orxan Qazi Anadoludan Bizansı qovmağa başladı. Beləliklə, tarixdə Orxan Qazinin ən böyük uğuru Anadoludan Bizansı qovması idi. Biz bunu 1071-ci ildə baş verən Avqustun 26-sında baş verən Malazgirt döyüşündə demişdi ki, Səlcuqlu dövləti, Türklər bu qələbə sayəsində Şərqi Anadolunu, yəni Anadolunun böyük bir hissəsini həmişəlik Türk torpağına çevrildi. Və qalan hissəsində isə Orxan Qazi artıq Bizansın böyük bir hissəsini Anadoludan qovmuşdu. Bu isə Orxan Qazinin tarixdə ən böyük uğuru sayılır. Orxan Qazinin hakimiyyəti dövründə Osmanlı dövləti şimalda Qara dənizdən, qərbdə Konstantinopol, cənubda isə Aralıq dənizə qədər geniş bir ərazini əhatə edirdi. Yəni Orxan Qazinin hakimiyyəti dövründə Osmanlı dövləti bir dəniz dövlətinə çevrilmişdi. Demək bizdən sual versələr ki, Osmanlı dövləti ilk dəfə kimin dövründə dəniz dövlətinə çevrilmişdi? Orxan Qazinin dövründə dəniz dövlətinə çevrilmişdi. Və İzmir şəhərinin tutulması ilə İzmir şəhəri Osmanlı dövlətinin ilk donanma mərkəzi olmuşdu. İzmir şəhəri tutulur və Osmanlı donanmasının ilk donanma mərkəzi olur. 1354-cü ildə isə Orxan Qazinin başçılığı ilə Osmanlı ordusu Gelibolu qalasını fəth edir. Bolu qalası fəth edildi 1354-cü ildə. Bu döyüş olmuyor, fəth etdi, bu isə döyüş gedir tarixdə Maltepe döyüşü. Gelibolu'nun fəth edilməsi Osmanlılar üçün
çox əhəmiyyətlidir. Çünki Osmanlıların gələcəkdə Balkanları fəth etməsi üçün Gelibolu qalasının ələ keçirilməsi xüsusi bir əhəmiyyət daşıyırdı. Orxan Qazinin dövründə Osmanlı dövlətinin ərazisi sancaqlara və paşalıqlara bölünürdü. Eyni zamanda Orxan Qazinin dövründə Osmanlı dövlətinin ilk pul vahidlərdə zəbt edilmişdi Bursa şəhərində. Orxan Qazidən sonra hakimiyyətə gələn 1-ci Murad hakimiyyət illəri 1362-1389-cu illəri əhatə edir. 1-ci Murada keçməzdən əvvəl yenə də Orxan Qazi haqqında yadımızda saxlamalı olan tarixi hadisələri deyək. Birincisi, Orxan Qazi Bursanı fəth edən 1326-cı ildə Osman Qazi olmayıb. Osman Qazi tutulması ərəfəsində vəfat etdi. Orxan Qazi oldu. Paytaxtı Söğütdən Bursaya köçürən 1329-cu ildə Orxan Qazi oldu. Eyni zamanda Bursanı da burada qeyd edək. Bursa paytaxt olmaqla 1329 ta 1363-cü ilə qədər Bursa şəhəri paytaxt olmuşdur. Eyni zamanda Orxan Qazinin dövründə Osmanlı dövləti ilk dəfə olaraq dəniz dövlətinə çevrilmiş, ələ keçirilən İzmir şəhəri isə Osmanlıların ilk dəniz donanması olmuşdu. Həmçinin Orxan Qazinin ən böyük tarixdə uğuru Bizansların Anadolu torpaqlarından qovulması olmuşdu. Orxan Qazinin hakimiyyəti dövründə ölkə ərazisi inzibati cəhətdən paşalıqlara və sancaqlara bölünmüşdü və Osmanlı dövlətinin ilk pul vahidləri zəbt edilmişdi. 1-ci Muradın hakimiyyət dövründə 1362-1389-cu il əhatə edir. 1-ci Murad Osmanlı tarixində ilk sultan titulunu qəbul edən hökmdar olmuşdu. Deməli, Osmanlı dövlətində sultan titulunu qəbul edən ilk hökmdar kim olmuşdu? 1-ci Murad. Biz sultan dedikdə dərhal yadımıza salmalıyıq ki, ümumiyyətcə Türk dünyasında ilk sultan titulunu kim qəbul edib? Bu bildiyimiz kimi Qəznəvilərdə olan Sultan Mahmud Qəznəvi 998-1030-cu illərdə hakimiyyətdə olmuşdu. O ilk dəfə olaraq sultan titulunu qəbul etmişdi. Səlcuqlu dövlətinə gələndə orada 1040-cı ildə bildiyimiz kimi Mərv qurultayı nəticəsində Dəndənəkən döyüşündən sonra keçirilən Mərv qurultayından sonra 1-ci Toğrula sultan titulu vermişdilər. Eyni zamanda Eldənizlər dövlətində 1191-ci ildə Qızıl Arslan sultan titulu daşımışdı və 1-ci Murad da Osmanlı dövlətində ilk dəfə olaraq sultan titulunu qəbul etdi. 1363-cü ildə isə Ədirnə şəhərini ələ keçirdi və Ədirnə şəhərini paytaxt etdi. Deməli, 1363-dən Ədirnəni burada qeyd edək. 1363-dən 1453-ə qədər, 1453-cü ilə qədər Osmanlı dövlətinin paytaxtı Ədirnə şəhəri olmuşdu. Deməli, Orxan Qazi 1-ci Murad üçün oxşar cəhət paytaxtın köçürülməsi olmuşdu. Orxan Qazi Söğütdən Bursaya, Sultan 1-ci Murad isə Bursadan Ədirnə şəhərinə köçürmüşdü 1363-cü ildə. 1-ci Muradın əsas diqqəti nə idi? 1-ci Muradın əsas diqqət yetirdiyi və hədəfi Balkan yarımadasının fəth edilməsidir. Biz dedik ki, biraz öncə Balkan yarımadasının fəth edilməsi hansı qalanın ələ keçirilməsi ilə xüsusi əhəmiyyət kəsb etmişdi və asanlaşmışdı. Bu Orxan Qazinin dövründə olan 1354-cü ildə Gelibolu qalası idi. 1-ci Muradda artıq Balkanları ələ keçirilməsi asanlaşdığı üçün əsas diqqəti, hədəfi Balkan yarımadası olmuşdu. Eyni zamanda bu dövrdə Serb krallığı da Balkan yarımadasına yiyələnməyə çalışırdı və Serb krallığı ilə Osmanlılar arasında baş verən 1371-ci ildə Çirmən döyüşü 1371-ci ildə baş verən Çirmən döyüşündə Osmanlı ordusu sayca az olmasına baxmayaraq 70 minlik Serb kralının ordusunu darmadağın etdi. Yerdə qalan, sağ qalan Serb kralının ordusu da çayda keçərkən boğularaq öldü. Demək, Çirmən döyüşü 1371-ci ildə baş verdi. Bu döyüş Osmanlı dövləti ilə Serb krallığı arasında baş vermişdi. Bu döyüşdə də Osmanlı hökmdarı Sultan 1-ci Murad olmuşdu. Serblər qisas almaq istədilər və nəticədə 1389-cu ildə Serblərlə Osmanlılar arasında ikinci döyüş baş verdi. Bu döyüş Kosovo döyüşü gedir.
Kosovo döyüşü 1389-cu ildə baş vermişdi. Kosovo döyüşündə də Osmanlılar bu dəfə də ikinci dəfə Serblər üzərində tam qalibiyyət əldə etdilər. Deməli, Çirmən və Kosovo döyüşlərinin oxşar cəhəti Osmanlılarla Serblər arasında olmuşdu hər ikisi. Digər oxşar cəhəti isə hər iki döyüşdə Serb krallığı məğlub olmuşdu və yaxud deyə bilərsiniz ki, hər iki döyüşdə Osmanlılar Serblər üzərində qələbə qazanmışdı. Məhz bu axırıncı döyüşdə 1389-cu ildə baş verən Kosovo döyüşündən sonra Sultan 1. Murad döyüş meydanını yoxlayarkən cəsədlərin arasında gizlənmiş bir nəfər Serb əskəri tərəfindən xaincəsinə belə deyək də öldürülür. 1. Muraddan sonra hakimiyyətə 1402-ci ildə 1. Bəyazid gəldi. Sultan 1. Bəyazidin hakimiyyət dövründə onun əsas diqqəti, 1. Bəyazidin əsas diqqəti isə Konstantinopolun fəth edilməsi olmuşdu. Demək, Sultan Muradın əsas diqqəti Balkan yarımadasını ələ keçirmək, Sultan 1. Bəyazidin isə əsas diqqəti nə olmuşdu? Konstantinopolu ələ keçirmək. Osman bəylə Orxan Qazinin də əsas hədəf istiqaməti bildiyiniz kimi Bursa şəhəri olmuşdu. Sultan 1. Bəyazid 1396-cı ildə baş verən Niqbolu döyüşündə Birləşmiş Səlibci qüvvələrini məğlub etdi. Deməli, Niqbolu döyüşü 1396-cı ildə baş verdi və bu səlibçilərlə Birləşmiş Səlibci qüvvələr arasında baş vermişdi. Bu döyüşdə Osmanlılar tam qələbə qazandı və nəticədə Bolqarıstan və Serbiyanın Osmanlı dövlətindən asılılığı prosesi başa çatmış olmuşdu. Biz yenə də əvvəl dedik ki, 1. Bəyazidin əsas hədəfi Konstantinopolun deməli işğal edilməsi, fəth edilməsi idi. Və buna görə də o Konstantinopolun ətrafında xəndəklər və qalalar tikdirmişdi. Lakin 1402-ci ildə baş verən Ankara döyüşündə Sultan 1. Bəyazid Əmir Teymur tərəfindən məğlub edilir və İldirim Bəyazid əsir düşür. Bundan da sonra, yəni bu döyüşdən sonra Osmanlı dövləti xeyli zəiflədi və öz nüfuzuna, mövqeyinə zərər vurmuş oldu. Beləliklə də 1402-ci ildə Ankara döyüşündə Osmanlı dövlətinin Əmir Teymur tərəfindən ağır məğlubiyyətə uğraması Osmanlıların Avropanın fəthini dayandırmasına səbəb oldu. Yəni Əmir Teymur bilərəkdən olsa da, bilmərəkdən də Avropanı Osmanlıların fəthindən xilas etdi və Konstantinopolun da fəthini 51 il gecikdirmiş olmuşdu. Hətta bu qələbə Avropalılar üçün o qədər önəmlidir ki, Roma papası Ankara döyüşündə Osmanlıların məğlub olduğu üçün 3 gün fasiləsiz olaraq bütün kilsələrdə zəng çalınması haqqında əmr vermişdi. Baxın, bizə sual versələr ki, və ya testdə düşsə ki, hansı döyüşün nəticəsində Roma papası 3 gün fasiləsiz olaraq kilsələrdə zəng çalınmasını əmr etmişdi. Bu Ankara döyüşüdür. Çünki bu döyüşdə əgər İldirim Bəyazid qələbə qazansaydı, biz dedik ki, onun əsas hədəfi Konstantinopol idi və o artıq buna tam şəkildə hazırlanmışdı. Şəhəri tez bir zamanda ələ keçirəcəkdi. Lakin Əmir Teymur onun Avropanın fəth etməsinin qarşısını aldı və beləliklə Konstantinopolun fəthi 51 il gecikdi. 1. Bəyaziddən sonra hakimiyyətə 2. Mehmet gəldi. 2. Mehmetin hakimiyyət illəri 1451-1481-ci illəri əhatə edir. 2. Mehmet hakimiyyətə gəldikdən sonra 1453-cü ilin may ayının 29-unda 2. Roma Qızıl Körpü adlandırılan şərqlə qərb dünyasını birləşdirən Konstantinopol şəhərini fəth edir. Və bu şəhəri fəth etdiyinə görə ona Fatih ləqəbi verilir. Biz bilirik ki, Konstantinopol şəhəri 330-cu ildə, onda yadda saxlamalıyıq, İmperator Konstantin tərəfindən belə deyək də Vizintiya köçürülür. O Romada qalmağı sevmirdi və İmperator Konstantin onu Vizantiya şəhərinə köçürür və Vizantiya şəhəri də 330-cu ildən etibarən Konstantinopolun şərəfinə, Konstantinin şərəfinə Konstantinopol adlandırılmaya başlamışdı. Məhz 1395-ci ildə isə
Roma İmperiyası parçaladıktan sonra bildiğiniz gibi Qərbi Roma və Şərqi Roma olmuşdu. Şərqi Roma İmperiyasında paytaxtı, yəni Bizans Konstantinopol olmuşdu. 1453-cü ildə 2-ci Məhəmməd Konstantinopol şəhərini fəth etdi. Bununla da Kiçik Asiyadan Qara Dənizə gedən Şərq ilə Qərb ölkələr arasındakı bütün ticarət yollarını ələ keçirmiş oldu. Eyni zamanda 2-ci Məhəmməd Müqəddəs Sofiya məscidində kilsə idi o zaman. Müqəddəs Sofiya kilsəsində də namaz qıldı. Müqəddəs Sofiya məbədi isə bildiyiniz kimi Justinianın hakimiyyəti dövründə, yəni Bizansın qızıl əsrinin rəmzi adlandırılırdı Müqəddəs Sofiya məbədi. Justinian da 527-65-ci illərdə, yəni 6-cı əsrlərdə hakimiyyətdə olmuşdu və onun hakimiyyəti Bizansın qızıl əsri adlandırıldı. Bizansın qızıl əsrinin rəmzi isə Müqəddəs Sofiya məbədi adlandırıldı. Məhz 1453-cü ildə 2-ci Məhəmməd Bizansı fəth etdikdən sonra Müqəddəs Sofiya məbədində də ilk türk olaraq namaz qılmışdı. 2-ci Məhəmməd Konstantinopolu fəth etdikdən sonra o bildiyiniz kimi tarixdən də bizə yaxşı məlumdur. Ağ qoyunlarla müharibə apardı. 1461-ci ildə Qoyunçular döyüşü, eyni zamanda 1473-cü ilin avqustun 1-də Maltepe və avqustun 11-də həmin ildə Otluq Beli döyüşü. Ondan da əvvələ keçsək 1472-ci ildə Beyşəhər döyüşlərində iştirak etmişdi. Bu döyüşlərdə Qoyunhisar və Maltepe döyüşlərində məğlub olmuş. Beyşəhər və Otluq Beli döyüşlərində isə Sultan II. Mehmet qələbə qazanmışdı. Eyni zamanda Venisiyalara qarşı da müharibə aparmışdı. 1476-cı ildə isə 1476-cı ildə Sultan II. Mehmet Fatih qanunnamə adlandırılan qanunlar toplusunu yaratdı. Sultan II. Mehmet Fatihin qanunlar toplusunda bəs nələr qeyd edilirdi? İlk öncə məmurların vəzifələri, məhkəmə quruculuğu, ayrı-ayrı dini icmaların hüquq və vəzifələri, torpaq mülkiyyət formaları öz əksini tapmışdı. Demək, 1476-cı ildə 2-ci Mehmet Fatihin yaratdığı qanunamədə nə öz əksini tapmışdı? Birincisi, məmurların vəzifələri, məhkəmə quruculuğu, ayrı-ayrı dini qurumların hüquq və vəzifələri, həmçinin torpaq mülkiyyət formaları. Biz qanunnamə dedikdə onun əsas rəqibi olan və bir çox döyüşlərdə üz-üzə gələn Həsən Padşahın da qanunaməsini 15-ci əsrdə nəzərimizdə saxlamalıyıq. Həmin qanunamədə nə üçün tərtib olmuşdu? Dövləti iqtisadi və siyasi cəhətdən gücləndirmək Həsən Paşanın qanunaməsi. Eyni zamanda vergi sistemini tənzimləməkdir və bu qanunamə 16-cı əsrdə bildiyiniz kimi Səfəvi dövlətində də qüvvədə olmuşdu. Bu qanunamə nəticəsində bir sıra vergilər ləğv edildi və yaxud miqdarı azadılmışdı. O tamğa vergisini ləğv etmək istəsə də bildiyiniz kimi alınmamışdı. Yəni qanunamə deyəndə ümumiyyətcə bir sultana aid 2-ci Məhəmmədə aid qanunamə gördükdə biz fikirləşməliyik ki, tarixdə digər hansı hökmdarlar qanunları tərtib etmişdir. Çünki testlərdə oxşarlıq kimi düşür. Məsələn, Uzun Həsəni qeyd etdik, qanunlar toplusu Frank dövlətində Xlodvikin 6-cı əsrin əvvəllərində də qanunlar toplusu tərtib edilmişdi. Məhz bunları diqqət nəzərimizdə saxlamalıyıq. Onu da bir yadımızda saxlamalıyıq ki, Sultan II. Məhəmmədin daxili və xarici siyasəti özündən sonra gələn sultanlar üçün bir nümunə olmuşdu. Demək, bizdə sual versələr ki, və yaxud testdə qarşımıza çıxsa ki, hansı Osmanlı hökmdarının siyasəti özündən sonraki sultanlar üçün örnək olmuşdu? Bu Sultan II. Məhəmməddir. Demək, Sultan II. Məhəmmədə aid olanları yenidən sadalayırıq. Hakimiyyəti 1451-ci ildə oldu. 1453-cü ildə Konstantinopol şəhərini fəth etdi. Adını İstanbul olaraq dəyişdirdi və paytaxtı deməli, Ədirnədən İstanbula köçürtdü. Tam 1453-dən 1922-ci ildə. Bildiyiniz kimi Türkiyə Cümhuriyyəti yaranır 1922-ci ildə və ondan sonra paytaxtda Ankara şəhəri olur. Eyni zamanda Konstantinopolu fəth etdikdən sonra Ağqoyunlarla Venisiyalara qarşı uğurlu müharibələr aparmışdı. Baxmayaraq ki, 2-ci Məhəmməd Azərbaycanı işğal etmək siyasəti, yəni iflasa uğramışdı və işğal edə bilməmişdi. Həmçinin 2-ci Məhəmməd 1476-cı ildə qanunnamə yaratmışdı. 2-ci Məhəmməddən sonra hakimiyyətə 1481-1512-ci ildə 2-ci Bəyazid gəldi. 2-ci Bəyazid isə Vəli ləqəbini almışdı.
Nəyə görə vəli ləqəbini almışdı? Ədalətli hökmranlıq etdiyi üçün. Deməli, hansı Osmanlı sultanlarından və yaxud da hökmdarlarından vəli titulu və vəli ləqəbi almışdı? İkinci Bəyazid. Nə üçün? Ədalətli hökmranlıq etdiyi üçün. O, eyni zamanda biz bilirik ki, Səfəvi dövlətindən də Şah 1. İsmaili hökmdar kimi tanımışdı və Şah 1. İsmailə dostluq münasibətdə saxlamışdı. O yalnız Şah İsmaillə deyil, həmçinin Misirdə olan Məmlük Sultanlığı, Misir Məmlük Sultanlığı da münasibətləri yaxşılaşmışdı. Eyni zamanda İspaniyadan qovulan Yahudiləri Osmanlı dövləti ərazisinə sığınacaq vermişdi. Deməli, 2. Bəyazidə aid olanları yadda saxlayırıq. Qısa olaraq, vəli ləqəbi almışdı, ədalətli hökmdarlıq etdiyi üçün. Vəli ki, yoldaş, dost, qayğıkeş bu mənalarını verir. İspaniyadan qovulan Yahudiləri Osmanlı dövləti ərazisində sığınacaq vermişdi. Səfəvi dövləti və Misir Məmlük Sultanlığı ilə dostluq əlaqələri qurmuşdu. Venesiya üzərində isə qalibiyyətli müharibələr aparmışdı. Yəni Sultan II. Məhəmmədlə II. Bəyazidin oxşar cəhəti Venesiya üzərində də uğurlu müharibələr aparmasını qeyd edə bilərik. Sultan II. Bəyaziddən sonra hakimiyyətə Sultan I. Səlim Yavuz gəlir. Bunun da isə ləqəbi Yavuz idi. Və o, II. Bəyazidin övladı idi. Atasını taxtdan salaraq hakimiyyətə 1512-ci ildən 20-ci ilə qədər olmuşdu. Ona görə Yavuz ləqəbi verilmişdi ki, o ata nəslində olan bütün kişi cinsli şəxslərin hamısını öldürmüşdü. Ona görə də Yavuz qəzəbli ləqəbini vermişdi. Bunu qarışdırmaq deməli qətiyyən olmaz. II. Bəyaziddə vəli ləqəbi vermişdi, qayğıkeş hökmdar olduğu üçün. 1. Səlimə isə Yavuz ləqəbi verilmişdi. 1. Səlim isə atasından fərqli olaraq əsas hədəfi Səfəvilər dövləti və Misir Məmlük Sultanlığı idi. Biz dedik ki, 2. Bəyazid dostluq əlaqələri saxlayırdı bu ölkələrlə, lakin 1. Səlim əsas hədəfi bu dövlətləri işğal etmək idi. Biz bilirik ki, 1514-cü ilin may ayının 29-unda baş verən Çaldıran döyüşündə say çoxluğu və odlu silahların hesabına Sultan 1. Səlim qələbə qazandı, Təbrizi də qısa müddətli olaraq ələ keçirmişdi. Lakin Təbrizdə qızılbaşların hücum təhlükəsi və əsgərlərin narazılığı səbəbilə tez bir zamanda geri çəkildi. Lakin o, Mosula qədər şərqi və cənub-şərqi Anadolunu ələ keçirdi. Çaldıran döyüşü nəticəsində Mosula qədər ki, şərqi və cənub-şərqi Anadolunu ələ keçirdi. Cənub-qərbi Qafqazda bir çox ərazilər işğal etdi və Çaldıran döyüşü nəticəsində Osmanlı dövlətinin yaxın və orta şərqdə mövqeyi artdı. 1517-ci ildə isə Misir Məmlük Sultanlığının varlığına son qoyur və həmin ildə Misri Osmanlı dövlətinə birləşdirir. Özünü isə İslam dünyasının xəlifəsi adlandırılır. Məhz 16-cı əsrin 20-ci illərində Sultan 1. Səlim özünü İslam dünyasının xəlifəsi adlandırdıqdan sonra maraqlıdır ki, ondan sonra gələn Osmanlı sultanları da bu titulla çıxış edirdi. Özlərini İslam dünyasının xəlifəsi adlandırırdılar. O, deməli, 1517-ci ildə Misirdə Məmlük Sultanlığı varlığına son qoyduqdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə aid müqəddəs əmanətləri də İstanbula gətirmişdi. 1. Səlim haqqında deməli, yadda saxlayırıq ki, zaten Azərbaycan tarixində Çaldıran döyüşünü bilirsiniz və eyni zamanda 1517-ci ildə də Misir Məmlük Sultanlığının varlığına son qoyur və həmin ildə Misri Osmanlı dövlətinə birləşdirir və özünü ilk dəfə olaraq Osmanlı hökmdarları arasında İslam dünyasının hökmdarı adlandırır. Sultan 1. Murad ilk dəfə olaraq Osmanlı dövlətində sultan titulunu qəbul etmişdi. Sultan 1. Yavuz Səlim isə özünü İslam dünyasının hökmdarı, xəlifəsi adlandırmışdı və ondan sonra gələn bütün Osmanlı sultanları da bu titulla, yəni özlərini İslam dünyasının xəlifəsi adlandırmışlar. 1. Səlimdən sonra isə hakimiyyətə 1. Süleyman Qanuni və yaxud Süleyman möhtəşəm deyirik, hakimiyyətə gəldi. Onun hakimiyyət illəri 1520-1566-cı illərə ahitə edir. 1. Süleyman dövründə Osmanlı dövləti gücləndi və öz dövrünün ən qüdrətli dövrünü yaşadı. Deməli, Osmanlı dövləti özünün ən qüdrətli dövrünü yaşadı 1. Süleyman dövründə. Onu möhtəşəm və yaxud qanuni olaraq adlandırılır. Eyni zamanda 1. Süleyman hakimiyyətdə olduğu illər Osmanlı tarixində möhtəşəm 100 il olaraq adlandırılmışdır. 1. Süleyman hakimiyyətə gəldikdən sonra 1521-ci ildə
Belqrad döyüşündə 1521-ci ildə Belqradı fəth edir, tutur. 1521-ci ildə. Deməli, Belqradı 1521-də tutur. 1526-cı ildə isə Mohaç döyüşündə Çex Macarları 1526. Demək, 1521-ci ildə Belqradı tutur. 1526-cı ildə isə Mohaç döyüşündə Çex və Macarları məğlub edir. Çex və Macarları 1526-cı ildə ağır məğlubiyyətə uğradır. Həmçinin 1529-cu ildə Avstriyaya hücum edir və Viyanaya, Avstriyanın paytaxtına Viyanaya birinci yürüş nəticəsində o istədiyi zaman ərzində, yəni qısa vaxt ərzində Viyananı tuta bilmir. Çünki hava şəraitində bu əsnada pisləşməsi və Osmanlı əskərlərini silah və ərzağı daşıma prosesinin çətinləşməsi də birinci Viyana səfərinin uğursuzluqla nəticələnməsinə səbəb olmuşdu. Həmçinin biz bilirik ki, 1. Sultan Süleyman 1534, 35, 48 və 54-cü illərdə Azərbaycana yürüş etmişdi. 1534-cü ildə Şah 1. Təhmasibin Xorasanda Şeybanilərlə apardığı müharibədən istifadə edərək Azərbaycana yürüş etdi. 1. Təhmasib isə yandırılmış torpaq taktikasından ona qarşı istifadə etdi. Birinci yürüşdə, üçüncü yürüşdə və dördüncü yürüşdə yandırılmış torpaq taktikasından istifadə etmişdi. O ilk 3 yürüşdə Təbriz şəhərini ələ keçirsə də, yalnız birinci yürüşdə qışın yaxınlaşması, əhalinin şiddətli müqaviməti, ərzaq çatışmamalığı, ikinci yürüşdə yenə ərzaq çatışmaması, taun xəstəliyi, üçüncü yürüşdə isə Sultaniyədə, bəzən buna Həmədan da deyirlər, Sultaniyə yaxında Səfvilər tərəfindən məğlubiyyətə uğraması nəticəsində geri çəkilməyə məcbur olmuşdu. Və dördüncü yürüşdə də bildiyiniz kimi 1554-cü ildə bu döyüşündə məğlub olur Səfəvilərə, baxmayaraq ki, o Naxçıvan şəhərini tutaraq yandırmışdı və 1555-ci ildə Amasya müqaviləsini bağlamağa məcbur olmuşdu. Amasya müqaviləsində şərtlərini bilirik ki, Şərqi Gürcistan və bütün Azərbaycan torpaqları Səfəvilərə, Bağdad da daxil olmaqla Ərəb İraqı və Qərbi Gürcistan isə Osmanlılara qalmışdı. 1. Süleyman 1535-ci ildə yenidən Avropa fəthlərinə başladı və o Fransa ilə müttəfiqlik əlaqələri qurdu. Belə ki, Avstriya, İspaniya və 962-ci ildə Otto tərəfindən yaradılan Müqəddəs Roma İmperiyasını idarə edən Habsburg sülaləsinə qarşı Fransa ilə ittifaq qurmuşdu. Kimə qarşı? Avstriya, İspaniya, Müqəddəs Roma İmperiyasını idarə edən Habsburg sülaləsinə qarşı Fransa ilə müttəfiqlik əlaqələri qurmuşdu. Və bunun nəticəsində 1541-ci ildə yenidən Avstriyaya hücum etdi. Lakin bu yürüş zamanı, Avstriya hücumu zamanı Avstriyanın müttəfiqi İspaniya Osmanlıların mülkü olan Əlcəzairə qoşun, donanma yeritdi. Qasırğa, təbii fəlakət baş verdi. Bu qasırğa nəticəsində İspaniya donanmasının bir hissəsi məhv oldu, qalan hissəsini isə Osmanlılar donanması məğlubiyyətə uğratmışdı. Həmçinin Osmanlılar Korsika adasını ələ keçirilməsində Fransaya yardım etmişdi donanma gücü ilə. 1566-cı ildə isə yenidən 1. Süleyman, yəni Osmanlılar Avstriya hücum edir. Demək, Avstriya hücum olmuşdu 1529-cu ildə. Bu 1530-cu ildə, 33-cü ildə müqavilə bağlandı. Yəni Avstriya birinci yürüş 1529-33-cü ildə. 1533-cü ildə ahad edir. Birinci yürüş uğursuzluqla nəticələndi. 1541-ci ildə ikinci yürüş oldu. 1566-cı ildə sonuncu, yəni hakimiyyətinə baxırıq, sonuncu ildə yenidən Avstriyaya hücum etdi. Lakin hücum əsnasında Zigetvar qalasının mühasirəsi zamanı vəfat etdi. O vəfat etdikdən sonra Osmanlı qoşunları 1566-cı ildə Zigetvar döyüşündə 1566 Zigetvar döyüşündə qalanı ələ keçirirlər və bu qalanı yerlə yeksan edirlər. Çünki öz sultanları belə deyək vəfat etmişdi. Çox əsəbi olduqlarına görə bu qalanı yerlə yeksan etməyə müvəffəq olmuşdular. Demək, 1. Sultan Süleymana aid olanları yenə diqqətə saxlayırıq.
1. Sultan Süleyman 1520-66-cı ildə hakimiyyətdə oldu. Onun hakimiyyət dövrü Osmanlı dövlətinin özünün ən qüdrətli dövrünə çatmışdı. O qanuni və möhtəşəm ləqəbləri ilə tanınırdı. Onun hakimiyyətdə olduğu il isə möhtəşəm 100 il adlandırılırdı. O hakimiyyətə gəldiyi ilk illərində bütün diqqətini Avropa fəthlərinə yönəltdi. 1521-ci ildə Belqradı tutdu. Yazaq Belqrad. Belqrad bilirsiniz ki, indiki Serbiyanın paytaxtı. 1521-ci ildə Belqradı tutdu. Mohaç döyüşündə 1526-cı ildə Turan taktikasından istifadə edərək Çex-Macar qoşunlarını məğlub etdi. Turan taktikasına aid döyüşləri biz önəmli döyüşdə Malazgirt döyüşündə göstərə bilərik. Alparslan bildiyiniz kimi 1071-ci ilin may ayının 1071-ci ildə Malazgirt döyüşündə Turan taktikasından istifadə etmişdi. Eyni zamanda 1605-ci ildə 2-ci Sufyan döyüşündə Şah 1-ci Abbasla Osmanlılar arasında baş verən döyüşlərdə Şah 1-ci Abbas məhz Turan taktikasından istifadə edərək Osmanlıları məğlub etmişdi. 2-ci Sufyan döyüşündə 1605-ci ildə 1-ci Sufyan döyüşü isə 1585-ci ildə olmuşdu. Bu döyüş nəticəsində Osmanlılar qələbə qazanmışdı və Çukur Sədd, indiki İrəvanı ələ keçirmişdilər. Yəni Mohaç döyüşü, bizim yadımızda düşən Malazgirt döyüşü, eyni zamanda 2-ci Sufyan döyüşü, bunların oxşar cəhəti ondan ibarətdir ki, Turan taktikasından istifadə olunmuşdu. Həmçinin Mehdi Tanhu dövründə isə bildiyiniz kimi eradan əvvəl 209-174-cü ildə hakimiyyətdə olmuşdu. O Pinçin, eradan əvvəl 200-cü ildə baş verən Pinçin Çinlərlə döyüşündə Turan taktikasından istifadə edərək Çinlərə mühasirəyə almışdı. 1529-cu ildə, 33-cü ildə Avstriya yürüş etdi birinci dəfə, 1541-ci ildə ikinci dəfə yürüş etdi. 1-ci Süleyman olaraq yadda saxlayırıq. 1566-cı ildə isə 3-cü yürüş zamanı özü vəfat etdi və buna baxmayaraq Sigetvar döyüşündə Osmanlılar qələbə qazandı. Avstriya, İspaniya və Müqəddəs Roma İmperiyasına qarşı Fransa ilə müttəfiq olmuşdu və Fransaya da Korsika adasını ələ keçirməsində Osmanlı donanması yardım etmişdi. 1-ci Səlimdə olduğu kimi 1-ci Süleyman da Şimali Afrikada xeyli ərazili ələ keçirmişdi. Deməli, Şimali Afrikada xeyli ərazili ələ keçirilməsi testi qarşımıza çıxsa, bu 1-ci Süleymana da aid olmuşdu. Orada hərbi əməliyyatlar aparmışdı. 1-ci Süleymandan sonra hakimiyyətə 2-ci Səlim gəldi. 1566-1574-cü ildə. 1566-1574-cü ildə. İkinci Səlimin hakimiyyət illərində 2-ci Səlim Portuqaliyanı 1569-cu ildə Portuqaliyanı məğlub edərək geri çəkdi. Nə üçün 1569-cu ildə Portuqaliyanı məğlub etdi? Çünki Portuqaliya donanması İndoneziyanı işğal etmək istəyirdi. Bildiyiniz kimi İndoneziyada bu dövrdə ən çox müsəlmanın yaşadığı ölkələrdən biri hesab, müsəlman ölkəsidir. Və 1569-cu ildə İordaniya əhalisi, müsəlman əhalisi Osmanlıya xahiş edir ki, bizi bu kafirlərin, küffarların əlindən qurtarın. Və 1569-cu ildə Osmanlı donanması Portuqalları məğlub edərək geri 30 durur. Və 1569-cu ildə 16-cı əsr düşür. 1569-16-cı əsrin sonlarına yaxın düşür. Bir də 1622-ci il. Bu da 17-ci əsrin əvvəlləri düşür. Burada Səfəvilərlə Osmanlıların oxşar cəhəti ondan ibarətdir ki, 16-cı əsrin belə deyək, sonlarına yaxın Osmanlılar 1569-cu ildə Portuqaliyanı məğlub edib. 1622-ci ildə isə Şah 1-ci Abbas İngilis donanmasının köməyi ilə Portuqaliyanı məğlub etmişdi. Yəni 16-cı əsr və 17-ci əsr Osmanlı Səfəvi dövlətinə aid oxşar cəhət qarşımıza çıxsa, heç çəkinmədən orada Portuqaliya varsa, digər variantdan baxmadan götürmək lazımdır. O doğru cavab olacaq. İkinci Səlim hakimiyyət dövründə 1571-ci ildə isə Kipr adası fəth edilir. İndiki problemli Kipr, bildiyimiz Kipr, Şimal və Cənub, amma o dövrdə 1571-ci ildə ümumilikdə Kipr adasını fəth etmişdi. Deməli,
İkinci Səlimə aid olanları xatırlayırıq. Birincisi, 1569-cu ildə İordaniya işğal etmək istəyən Portuqaliyanı məğlub etdi. 1571-ci ildə isə Kipr adasını fəth etmiş oldu. İkinci Səlimdən də sonra hakimiyyətə 3-cü Murad gəlir. 1574-1590-cı ildə əhatə edir. Bildiyiniz kimi 3-cü Muradın hakimiyyət dövründə Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi başlamışdı. Belə ki, Osmanlılardan asılı olan, yəni Osmanlıların tərkibində olan Vah hakimi Xosrov Paşa Kürdləri, Səhvi sərhədindəki Kürdləri qəma qaldırıb və Kürdlərlə birlikdə Xoya hücum edir. 1577-ci ildə Xoya hücum etməsi nəticəsində 2-ci Səhvi-Osmanlı müharibəsi başlı verir. Bu müharibə isə 1590-cı ildə 1-ci İstanbul sülh müqaviləsi ilə başa çatmışdı. 3-cü Muraddan sonra hakimiyyətə Sultan 1-ci Əhməd gəlir. Onun hakimiyyət illəri 1603-1618-ci ildə olmuşdu. Şah 1-ci Abbas 1-ci Əhmədlə, Sultan 1-ci Əhmədlə Sərab, yəni 2-ci İstanbul sülh müqaviləsi imzalanmışdı. 1-ci Əhməddən sonra 2-ci Osman gəlir. Şah 1-ci Abbas 2-ci Osmanla da 1618-ci ildə Mərənd sülh müqaviləsi imzalanmışdı. Daha doğrusu 2-ci Osmanın sərkərdəsini imzalanmışdı. Hakimiyyətdə 2-ci Osman olduğu üçün onun adına qeyd edirik. 2-ci Osmanlıdan da sonra hakimiyyətə 4-cü Murad gəlmişdi. 4-cü Muradın da dövründə 1639-cu ildə qəsri Şirin sülh müqaviləsi imzalanmışdı. Bu zaman Səlcuq dövlətində Şah 1-ci Abbas deyil, onun nəvəsi Şeyx Səfi olmuşdu. Diqqətiniz üçün çox sağ olun. Əgər videoya baxdınızsa, zəhmət olmasa kanala abunə olmağı da unutmayasınız ki, belə faydalı videolar əlimizdən gələni qədər çəkək və sizinlə bölüşək.